Təsəvvür edin ki, dünyanın sonu gəlib, qapqaranlıq, aramsız yağan yağış və hər şeyi udan qorxunc su dalğaları. Dəhşətli mənzərədir. Yəni gecə ilə gündüz tamamilə bir-birinə qarışıb. Hə, dəqiq. Və birdən günlərlə, bəlkə də aylarla davam edən bu dəhşətli zülmətin içindən kiçik bir günəş şüası görünür. Nuh tufanından sağ çıxanlar üçün o şüa sadəcə hava hadisəsi deyildi. Əlbəttə yox. O həyat idi, ümid idi. Yəni birbaşa ilahinin, xilaskarın özü idi. Bizim dinləyicilərimiz, yəni siz belə dərin araşdırmaları sevirsiniz deyə bugün çox fərqli bir səyahətə çıxırıq. Vahid Rızayevin qeydləri əsasında məhz o qurtuluş anının ardınca nələr baş verdiyini araşdıracağıq. Çox maraqlı və belə deyək də dərin bir mövzudur bu. Tamamilə. Bizim missiyamız o sağ qalma anının necə kodlaşdırıldığını tapmaqdır. Yəni, Naxçıvanın Gəmiqaya və Ağrı Dağı arasındakı torpaqların sadəcə bir coğrafiya deyil, necə müqəddəs əraziyə çevrilməsini öyrənəcəyik. Və bunun günümüzlə əlaqəsini. Bəli, gəlin sırrı açaq, yəni bugün toylarda oynadığınız rəqslərin, gündəlik işlətdiyiniz sözlərin və hətta Azərbaycan coğrafiyasının 1000 illər əvvəlki bir apokalipsisdən xilas olmaqla necə birbaşa əlaqəsi var? Mənzərəni tam təsəvvür etmək üçün gərək o insanların psixologiyasını anlayaq əvvəlcə. Fəlakətin miqyası o qədər böyükdür ki, qurtuluşdan sonraki hər bir addım, hər bir detal qorxu və minnətdarlıqla formalaşırdı. Hə, qorxu çox böyük faktor idi yəqin ki. Dəqiq. Bugün o sivilizasiyanın izləri tam qarşımızdadır əslində. Sadəcə onlara biraz fərqli bir bucaqdan baxmalıyıq. Elə isə gəlin hər şeyin başladığı o sıfır nöqtəsinə, yəni tufanın tam mərkəzinə gedək. Rızayevin materiallarını oxuyanda adamı ilk vuran şey fəlakətin təbiətidir. O qaranlıq məsələsini deyirsiniz. Bəli, bəli. Biz həmişə tufan deyəndə devasa su dalğalarını boğulan insanları düşünürük axı. Amma sən demə, o dövrün insanlarına əsl dəhşətə gətirən su yox, qaranlıq idi, zülmət. Bu çox incə və mühüm bir detaldır. Yəni, psixoloji baxımdan su konkret bir təhlükədir. Qaçırsan, hündür yerə çıxırsan və s. Amma zülmət bilinməzlikdir. Görürsən, amma heç nə edə bilmirsən. Düzdür. Qeydlərdə vurğulanır ki, insanlar üçün bu qatı, yəni günəş işığını tamamilə kəsən qaranlıq son gecə anlamına gəlirdi. Qara buludlar qübbəni o qədər sıx örtmüşdü ki, ilahinin işığı ilə əlaqə kəsilmişdi. İnsanlar tərk edildiklərini, unudulduqlarını düşünürdülər, yəni. Tamamilə. Məhz buna görə də o ilk günəş şüası görünəndə, bu sadəcə, şükür hava açıldı sevinci deyildi. Bu, bağışlanmaq idi. Təsəvvür edirəm, aylarla qapalı, nəm, belə soyuq bir qaranlıqda qalmışsınız və ilk dəfə buludlar aralanır, üzünüzə isti bir şüa düşür. O anda yandığınız torpaq, sığındığınız qaya sizin üçün adi bir obyekt ola bilməz axı. Qətiyyən ola bilməz. Məhz o ərazi Naxçıvan, Gəmiqaya və Ağrı Dağı arası beləcə müqəddəsləşir. Gəmiqaya adı da təsadüfi deyil, elə deyilmi? Mənbədə gəm, güc, birlik mənasında verilir. Yəni, sudan xilas olub birliyə yığılanların məkanı deməkdir. Bəli, torpağın özü sözün əsl mənasında qoruyucu qalxana çevrilir. Qurtuluş prosesi o qədər travmatik və, necə deyərlər, eyni zamanda möcüzəvi idi ki, xalqın şüurunda bu ərazi toxunulmaz bir status qazandı. Ərazinin müqəddəsliyi fəlsəfəsi də elə buradan doğur, düzdür? Düzdür. İnsanlar dağı, daşı ilahiləşdirdilər. Çünki bu elementlər onları fiziki olaraq həyatda tutmuşdu və bu onların sonraki bütün həyat tərzinə, xüsusən də ölümə və dəfnə münasibətinə çox güclü təsir etdi. O məzar məsələsini deyirsiniz? Hə, çox maraqlı bir fərziyyə irəli sürülür orada. Tufandan sonra insanlar məzarları qazarkən cəsədləri sadəcə torpağa qoymurdular. Məzarların içini və dibini daşla kip havalayırdılar. Bax, burada bir dəqiqə dayanın. Buna niyə edirdilər axı? Yəni, mən anlaya bilərəm ki, vəhşi heyvanlardan qorumaq üçün üstünə daş yıxsınlar, amma dibini və yanlarını daşla hörmək bu çox zəhmət tələb edən işdir. Həm də o şəraitdə. Hədə, mənbə bunu nə ilə əlaqələndirir? Fərziyyəyə görə bunun həm fəlsəfi, həm də çox praqmatik bir səbəbi var idi.
Fəlsəfi tərəfi odur ki, insan örtülü aləmdən gəlib, yenidən o aləmə qayıdır və qayalarda xilas olduqları üçün cəsədi məhz daşlara etibar edirdilər. Aha, yəni daş qoruyucudur. Bəs praqmatik səbəb? İşin sanitar tərəfi var. O dövrdə vəfat edənlərin çoxu tufandan zərər görmüş, bəlkə də yaralı və xəstəliklərə yoluxmuş insanlar idi. Cəsədlərin yağış suları vasitəsilə yeraltı sulara qarışmamasının, yəni içməli su mənbələrini çirkləndirməməsinin qarşısını almaq üçün o məzarları daşla kipləşdirirdilər. Açığı, yəni burada mən biraz skeptikəm. O dövrün insanlarının yazısı belə yox idi axı. Biz onlarda mikrobiologiya və ya yeraltı suların süzülməsi kimi biliklər gözləyirik. Bu biraz həddindən artıq inkişaf etmiş elm tələb etmirmi? Yəni elə səslənir, hə? Bəlkə də bu sadəcə təsadüfi bir inanc idi. Yəni daş müqəddəsdir, gəlin hər şeyi daşla örtək kimi. Sizin skeptisizminiz tamamilə yerindədir. Təbii ki, onlar mikroskop altında bakteriyaları incələmirdilər. Amma unutmayaq ki, qədim insanların təbiətlə müşahidə və təcrübə əlaqəsi bizimkindən qat-qat güclü idi. Təcrübə, hə, görərək öyrənmək. Bəli, onlar bəlkə də illər ərzində görürdülər ki, cəsədlərin sulara yaxın olduğu yerlərdə xəstəliklər yayılır, yaxud suyun dadı dəyişir. Bu, elmi nəzəriyyə deyil, acı təcrübədən doğan bir sağ qalma instinkti idi ki, sonradan rituallara, müqəddəs qaydalara çevrildi. Yəni travma biliyə çevrilir, bilik də inanca. Dəqiq. Eyni şəkildə bu torpaqların mütləq işıq sahibinə aid olması inancı o qədər güclü idi ki, qeydlərə görə tarix boyu bura yürüş edən sərkərdələrin hamısı psixoloji və hərbi baxımdan süquta uğrayıblar. İnsanlar inanırdı ki, bu əraziyə zorla sahib olmaq qeyri-mümkündür. Deməli, torpağın özü də qorunurdu. Yaxşı, tutaq ki, torpaq xilas etdi. İşıq onlara ümid verdi. Bəs bu qədər böyük bir minnətdarlığı, bu xilası gələcək nəsilləri necə ötürdülər? Söhbət dediyimiz kimi yazısı olmayan bir dövrdən gedir. İnformasiyanı daşa yox, hərəkətə, səsə köçürməli idilər. Və məhz burada rəqslər və musiqi işin içinə girir. Hə, və gəlirik mənim üçün bu materialın ən, necə deyərlər, aha anına. Yallı rəqsi. Bəli, yallı. Biz adətən onu toyların sonunda hamının əl-ələ verdiyi şənlik rəqsi kimi görürük də, düzdür? Təbii, ənənəvi şadlıq rəqsi. Amma dərinliyinə varanda bunun tamamilə başqa bir mənşəyi var. Bu, tufandan sonraki o ilk oyanışın, günəşə təşəkkürün kodlaşdırılmış xoreografiyasıdır. Onda belə çıxır ki, biz şənlik edəndə əslində post-apokaliptik bir sağ-qalma ritualı icra edirik. Bu dəhşətdir, yəni. Gəlin bunun mexanikasına baxaq. Tədqiqat göstərir ki, yallı niyə bütöv dairə yox, yarım dairə şəklində oynanılır? Mən heç vaxt düşünməmişdim mən bu barədə. Niyə həqiqətən qırıq o dairənin? Çünki mərkəzdə günəş var. Gündüzlər rəqs edərkən onlar üzlərini günəşə tərəf tutmalıydılar. Bütöv dairə qursalar, yəni yarısı günəşə arxasını çevirmiş olacaqdı ki, bu da işıq inancında böyük hörmətsizlikdir. Aha, doğrudan da məntiq var. Həm də onlar barmaq barmağa tutunurdular. Bu, tufanda qayalarda bir-birinə necə bərk sarıldıqlarının, necə həmrəy olduqlarının simboludur. Gecələr isə mənzərə dəyişirdi. Günəş olmadığı üçün. Bəli, günəş olmadığı üçün onlar mərkəzdə od, yəni yalov, alov qalayırdılar. Yallı sözünün özünün də elə bu yalov kökündən gəldiyi ehtimal edilir. Heç ağlıma gəlməzdi. Hətta rəqsə başçılıq edən şəxsin, yəni yallıbaşının adətən qırmızı geyinməsi və əlində qırmızı dəsmal yelləməsi də birbaşa atəşin, qığılcımın, istinin simvolikasıdır. İnsan yaddaşının hərəkətlə bu qədər dəqiq kodlaşdırılması heyratamizdir həqiqətən. Bəs səsi necə qorudular? Yallı zurnasız olmur axı. Zurna burada hansı rol oynayır? Sadəcə, səs-küy salmaq üçün? Qətiyyən. Rızayevin təhrilləri zurnaya çox unikal bir funksiya yüklüyür. Fiziki akustika baxımından zurnanın tembri və səs tezliyi elədir ki, məsafə uzandıqca səs dağılmır. Yəni kütləşmir. Xeyr, əksinə, o iti, aparıcı tezliyini qoruyur. Bu dağlıq, dərəlik çətin coğrafiyada insanların bir-birini uzaqdan tapması, xilasa səsləməsi üçün mükəmməl bir alət idi. Yenə də məntiq axtarıram. Yəni, zurnanın səsi doğrudanmı fizika qanunlarına zidd olaraq heç dəyişmir? Yox, səsin gücü, yəni desibeli təbii ki azalır. Amma onun tezliyi, yəni o cingiltili, piercing səciyyəsi
ətrafdakı külək, su və ya digər səs-küyləri yararaq keçir. Aha, kimi bir xilas siqnalı kimi işləyirdi. Tamamilə. O dövrün insanları üçün bu, kainat səsinin təcəssümü, ilahi bir nizam çağrışı idi. Zurna insanları birliyə səsləyən, fəlakətin ardından vahid ritmi bərpa edən vasitə oldu. Hətta iddia olunur ki, Zurvan, Zəngəzur kimi adlar məhz bu səsi, bu ərazinin daşıyıcısını ifadə edir. Səs və rəqs qurtuluşu xatırlatdı. Bəs coğrafiyanın özündə bu hadisələr necə möhürlənib? Biz bayaq təbiətin təqvimlərindən, abidələrdən danışdıq. Məsələn, memarlıqla günəşin sinxronizasiyası. Möminə Xatun türbəsi barədə Rızayevin qeydləri məni çox düşündürdü. Bax, orada vurğulanan əsas fikir odur ki, qədim memarlıq heç vaxt sadəcə estetika üçün qurulmurdu. Möminə Xatun türbəsi 10 kitabədən ibarətdir. Aha. Və onun inşası, ocaqları günəşin hərəkəti ilə elə hesablanıb ki, səhər günəşi çıxarkən hansı kitabı işıqlanırsa, qürub çağında tam qarşıdakı kitabı nurlanır və bu dövrə hər gün təkrarlanır. Memarlıq sözün əsl mənasında işıqla və kosmosla harmoniya içindədir. Çox incə bir hesablamadır. Həm də o türbənin tikildiyi qaya silsiləsi var, xalq arasında müqəddəs sayılır. Hətta o qızlar bulağı tərəfdə qəribə bir inanc var ki, kimsə o qayadan yıxılsa ölmür. Nəsə bir güc onu hifz edir. Yaxşı. Bu, əlbəttə ki, mifik bir inancdır da, xalqın öz travmasını sığortalamaq istəyidir yəqin ki. Amma mifologiyadan çıxıb, biraz da fiziki təbiətə baxaq. Təbii abidələr, məsələn, Batabat gölü. Qeydlərdə Batabat gölündəki üzən adanın günəşin trayektoriyasını tam dəqiqliklə təqib etdiyi bildirilir. Bəli, o məşhur üzən ada. Səhər cənubda olur, günəşlə şimala gedir, gecə isə geri qayıdır. Bir saniyə, ada necə hərəkət edir axı? Bunun altında motor yoxdur ki, bu ki fiziki olaraq mümkün səslənmir. Bunu necə izah edirlər? Sehirlə. Çox haqlı bir sualdır. Xeyr, sehir deyil. Qədim insanlar bunu bəlkə də birbaşa ilahi bir xarakterlə əlaqələndirirdilər. Amma bugünkü elmlə yanaşdıqda bunun açıqlaması var. Nədir o açıqlama? Deməli, Batabat gölü oval formasındadır və yüksək dağlıq zonada yerləşir. Günəş şüaları gölün müxtəlif kənarlarını fərqli bucaqlar altında fərqli vaxtlarda isidir. Bu da suyun altında güclü termal axınlar, yəni temperatur fərqindən yaranan lokal su axıntıları yaradır. Aha, yəni suyun altındakı cərəyanlar dəyişir. Dəqiq. Üzən ada da torf və otlardan ibarət çox yüngül bir kütlə olduğundan, gün ərzində temperaturun dəyişməsi ilə yaranan bu zəif su axınlarının itələməsi ilə hərəkət edir. Gecə isə su soyuduqca axın istiqaməti dəyişir və ada geri qayıdır. İnanılmazdır həqiqətən. Deməli, fizika qaydaları belə bir anomaliya yaradır və o vaxtki insanlar göy qübbəsini diqqətlə izləyənlər üçün bu təbiət günəşə səcdə edir mənasına gəlirdi. Bəli, dəqiq belədir. Onlar o qədər sinxron idilər ki, təbiətlə. Fəsilləri ulduzlarla ölçürdülər. Fikir verin, fərziyyələrə görə tufan vaxtı su tökən, yəni dolça bürcə ələfəsində başlayıb. Bu təxminən fevral ayına düşür. Aha, bəs qurtuluş? Yeni həyatın oyanışı, qurtuluş isə günəşin Qoç bürcünə daxil olması, yəni martın sonu, indiki Novruz bayramı dövrünə təsadüf edir. Təbiətlə cəmiyyətin ritmi bir-birinə tam bağlı idi, yəni. Görürəm ki, rituallar, rəqslər, memarlıq hər şeyi qoruyub saxlayıb. Bəs həyat necə davam etdi? Yəni, sağ qaldılar, rəqs etdilər, inandılar. Bəs sivilizasiyanın qığılcımı, iqtisadiyyat, cəmiyyət, hətta dilimiz necə formalaşdı? Burada yenidən o işıq, o zər məsələsinə qayıtmalıyıq məncə. Əlbəttə. Sivilizasiyanı yenidən başlatmaq üçün onlara istilik və alət lazım idi. Tufandan sonra sular çəkilərkən Ağrı dağda baş verən vulkan püskürməsi onlara həm qorxu, həm də ehtiyacları olan şeyi verdi. Odur. Aha, odur. Bəli. O parlayan vulkan işığına zər, yəni parlaq qıvılcım dedilər. Amma problem var idi axı. Ağrı dağla onların məskunlaşdığı gəmi-qaya arasında böyük məsafə var. O odu gətirmək lazım idi. Bu absurddur məncə. Əlbəttə yox. Məhz burada cəmiyyətin ilk təşkilatlanması, ilk qurumları yaranmağa başlayır. Qeydlər göstərir ki, onlar ocağı daşımaq üçün böyük bir estafet siqnal tonqalları sistemi qurmuşdular. Aha. Bir-birindən görüləcək məsafələrdə Bəli.
biri-birindən görüləcək məsafələrdə tonqallar qalayaraq, odu mərhələ-mərhələ qayaya qədər gətirmişdilər. Bu sadəcə bir günlük iş deyildi yəni. O tonqalların sönməməsinə nəzarət edən, nəsildən nəslə bu atəşi qoruyan xüsusi peşə sahibləri ilk kahinlər yaranmışdı. Aha, anladım. Deməli, cəmiyyətin təbəqələşməsi belə bu xilas missiyasından başlayıb. Bəs sonra nə oldu? Bu odun ətrafında birləşənləri necə adlandırdılar? Məhz o odu yaşadan, onu mühafizə edən və qaranlığa qarşı qoyan insanlara Azər dedilər, yəni işıq daşıyıcıları, od sahibləri. Bir dəqiqə, yəni bizim Azərbaycanın, Azərilər sözlərinin kökü bizim özümüzə verdiyimiz ad deyil, əslində kənardan bizi xarakterizə edən işığı daşıyanlar ləqəbidir. Materialdakı ən maraqlı tezislərdən biri də budur məhz. Qıraqdan gələnlər bu torpaqlarda ocaqların heç vaxt sönmədiyini görəndə bu xalqı Zər, yəni işıq sahibi kimi tanıyırdılar. Çox qəribədir. Hətta Qafqaz adının etimologiyasını da buna bağlayırlar. Çaxmaq daşlarını bir-birinə vuranda çıxan səsə və qığılcımın özünə qav deyilirdi. Hər şey yenə o sönməz ocağa xilasa aparır çıxarır. Dilimiz doğrudan da yaşayan bir xəritədir yəni. Gəlin elə dildən söz düşmüşkən, məni çox güldürən, eyni zamanda düşüncələrə qərq edən bir başqa detala baxaq, tuf daşı. Aha, məşhur tuf daşı. Mən bu sözü ancaq bir qarxışda eşitmişəm. Tuffağın dağılsın, elədirmi? Bəli, tamamilə. Bəli, bu ifadənin arxasında çox maraqlı və yenə də coğrafi bir reallıq dayanır əslində. Rızayev bunu belə izah edir. Vulkanik proseslər zamanı Ağrı dağın ətəyində yanmış, strukturu məsaməli və çox yüngülləşmiş daşlar əmələ gəlir. O daşlara tuf daşı deyirdilər. Deməli, bu daş o qədər yüngül və ovlandı ki, ondan heç nə tikmək olmur. Nə ev tikə bilərsən, nə də, qala qalaya bilərsən. Tamamilə. O daşlar hər hansı bir yükün altına qoyulanda ovulub dağılırdı. Xalq da uzun illər boyu bunu gördükdən sonra kiminsə gördüyü işin, qurduğu planın etibarsız, keyfiyyətsiz və puç olduğunu bildirmək üçün tüffağın dağlar deməyə başladı. Yəni, qurduğun şey o vulkanik daş kimidir, heç bir bünvörəsi yoxdur. Bəli, təsəvvür edin, bir ifadənin içində neçə min illik vulkan fəaliyyəti və inşaat təcrübəsi yatır. İnanılmaz. Bəs yaxşı, bütün bu təbiətlə olan əlaqənin ən pik nöqtəsi haradadır? Çünki biz od dedik, torpaq dedik, amma onların ən böyük travması su ilə bağlıydı axı. Qeydlərdə suyun yaddaşı barədə bir anlayış var. Bəli, Nuh Peyğəmbərin nəsihəti. Nuh Peyğəmbərin öz övladlarına etdiyi nəsihət. O deyirdi ki, suya mehriban olun, dərdinizi, əzabınızı suya deməyin. Bir tərəfdən baxanda bu çox gözəl, poetik bir fikirdir. Amma digər tərəfdən suyun yaddaşı konsepsiyası bugün elmdə yumşaq desək saxta elm hesab edilir. Qədim insanlar doğrudanmı suyun nələrisə xatırladığına inanırdılar? Baxın, burada suyun yaddaşı ifadəsinə müasir laboratoriya təcrübələri prizmasından yox, qədim ekoloji fəlsəfə prizmasından baxmalıyıq. Aha, yəni məcazi mənada. Bəli, Nuhun nəsihəti əslində metaforik bir qorunma qaydasıdır. Sən sudan xilas oldun, deməli sənin varlığın su ilə birbaşa bağlıdır. Dərdini suya demə, o deməkdir ki, suyu mənfiliklərlə yükləmə, onu kirlətmə, nifrətini ora tökmə. Çünki su dövridir. Dəqiq və bunu qədimlər çox yaxşı başa düşürdü. O, axıb gedir, torpağa qarışır, buxarlanır və geri sənin üzərinə yağış kimi, içməli su kimi qayıdır. Əgər sən suya xəstəlik, çirkab, dərd versən, su sənə onu geri gətirəcək. Bu, ibtidai, lakin son dərəcə müdrik bir ekoloji dövriyyə qanunudur. Aha, deməli onlar suyun fiziki dövriyyəsini mənəvi bir inanca, bir rituallaşdırılmış hörmətə çevirdilər. Çünki qorxurdular, amma həm də sevirdilər. Çox maraqlıdır. Qeydlərdə deyilir ki, Nuhun övladları və onların nəsilləri yeni ərazilərə yayılmaq üçün bu müqəddəs vətəni tərk edəndə özləri ilə çox qəribə bir bagaj aparırdılar. O torpaq məsələsi, hə. Bəli, yəni onlar buzul, gümüş, yox, bir çimdik duz, bir çimdik torpaq və bir qısım su götürürdülər. Bu kosmik bağlantının ən ali formasıdır məncə. İnsanlar yeni və yad bir yerə gedəndə qorxurdular axı. Onlar tufandan çıxmışdılar və torpağa ehtiyacları var idi. Öz yurdlarının suyunu,
torpağını özləri ilə aparmaqla həmin müqəddəs ərazinin o qoruyucu aurasını, o təhlükəsizliyi yanlarında daşıdıqlarına inanırdılar. Yəni, o coğrafiyanı özləri ilə aparırdılar bir növ. Bəli, çətinliyə düşəndə sağ ayağı torpağa möhkəm basıb, göyü, ilahini çağırmaq ritualları da məhz torpaqla səmavi enerjinin insan vasitəsilə birləşməsini simvolizə edirdi. Gəlin bir anlıq geriyə çəkilib bütün mənzərəyə baxaq. Biz Vahid Rızayevin təqdim etdiyi qeydlər üzərindən əslində fəlakət və ümidin necə bir mədəniyyət formalaşdırdığını gördük. Tam olaraq onu gördük. Nuh tufanı kimi hər şeyi yox edən bir travmadan sonra bugün Naxçıvan adlandırdığımız Gəmiqaya və Ağrıdağ arasındakı coğrafiyanın necə xilaskar, necə müqəddəs bir məkana çevrildiyini təhlil etdik. Bəli, bu dəhşətin və qaranlığın içindən sivilizasiyanın necə yenidən təşəkkül tapmasının hekayəsidir. Gəmiqayadan başlayan inam sadəcə quru bir hekayə kimi qalmadı yəni. Əmələ çevrildi. Düzdür, o, günəşə və istiyə təşəkkür olaraq yarımdairəvi yallı rəqsinə çevrildi. O sönməz ocaq, qığılcım fəlsəfəsi dilimizə Azər, yəni işıq daşıyıcıları kimliyini verdi. Zurnanın sönməyən, hər şeyi yarıb keçən səsi xalqı birliyə çağırdı. Və ən əsası, insanlar suyun və torpağın canlı olduğunu, onları qoruyan bir ekoloji və ilahi sistemin parçası olduqlarını dərk etdilər. Bunların hər biri sağ qalmaq instinktinin adət-ənənəyə necə sublimasiya etdiyinin əyəni sübutudur. Siz, dəyərli dinləyicimiz, növbəti dəfə adi bir stəkanda su içəndə ya da hər hansı bir şənlikdə, toyda insanların əl-ələ verib, ritmlə yallı getdiyini görəndə bunun sadəcə bir musiqi sədası olmadığını xatırlayın. Mütləq xatırlayın. Xatırlayın ki, o rəqsin, o musiqinin arxasında min illər əvvəl qaranlıqdan, fəlakətdən işığa çıxan insanların, işıq axtaranların yaşamaq uğrunda apardığı mübarizə və təbiətə olan dərin minnətdarlığı dayanır. Gündəlik istifadə etdiyimiz hər bir kiçik söz, hər bir ənənə əslində tarixin ən böyük sınaqlarından, bəlkə də tufanlardan, vulkanlardan keçib bizə qədər gəlib çatan gizli bir ismarıçsız. Biz sadəcə onları necə oxumağı öyrənməliyik. Boydunaqa, bax, bugün danışdıqlarımızı nəzərə alaraq, özünüzə bu sualı verin. Əgər bizim qədim əcdadlarımız özlərinin yaşadığı ən böyük apokalipsisi və xilası hərəkətlərə, musiqiyə, coğrafiyaya, hətta suya qarşı olan davranışlarına belə dərindən və silinməz şəkildə kodlaşdıra biliblərsə, bəs bugün, müasir dövrdə bizim heç fərqində belə olmadan yaratdığımız hansı kiçik vərdişlər və gündəlik davranışlarımız min illər sonra bizdən gələcək nəsillər üçün tapmacaya çevriləcək müqəddəs rituallar olacaq? Maraqlı sualdır. Bəlkə də gələcəyin adamları bizim üçün ən sıradan olan bir hərəkətdə böyük bir xilas axtaracaqlar. Düşünməyə dəyər məncə. Növbəti araşdırmamızda yenidən görüşmək və mühüm mövzuları kəşf etmək ümidi ilə. Hələlik.